arada mənim bir dedikoduya bir vaxt ayırmağım var, bir məqamlar olur, zaman olur ki, dedikodu edirəm. Çoxları yazır ki, bəs də Sara xanım, Səfra, nə bilim kiminsə haqqında danışdınız, nəsə danışdınız. Mən bütün mövzulara toxunuram, amma arada da bax bunlara toxunuram. Bu yaxınlarda deyərdim ki, dünya şöhrətli elə bizim Zeynəb Xanlarovanın nəvəsi Zeynəbin toyu oldu Gülüstan Şadlıq Sarayında. Ama oradaydı, deyirdilər, gülürdülər, oynayırdılar. Mən bir açıqlama vermişdim. Zərb alətində ifaçısı, yəni zərb aləti ifaçısı Sadıq Zərbəliyev demişdi ki, Zeynəb xanım hələ məni toya çağırmayıb, dəvət etməyib, narahatam, filan, filan, filan. Bunları başa düşdük. Ən çox, bax, son bu illərdə, son bu zamanda Zeynəb Xanlarovanın yanında ancaq stilist deyim də, Rəşadı görürəm. Görürük. Bax, fotosunu da qoymuşam bura. Daimən Rəşad deyir ki, mən Zeynəb Xanlarovanın yaxınındayam, nə bilim sağ qoluyam, sol qoluyam, o harda olur, mən də orada oluram. Rəşad onun mahnılarla deyir, böyümüşəm, oxuyur, ifa edir, onun belə stilində geyinir, deyərdim bəlkə də əlbisələrindən alır, geyinir, amma mən düşünürəm, yox, yəni özü hazırlayır, o əlbisələrdən geyinir və o yaratmağı bacarır ki, mən Zeynəb Xanlarovayam. Yəni onu yaratmağı bacarır, amma toyda Rəşad səni görmədik. Niyə? Zeynəb xanım səni niyə toya dəvət etməmişdi Zeynəbin toyuna? Axı mən düşünürdüm ki, birinci Zeynəbin yanında, Zeynəb Xanlarovanın sağ tərəfində ya sol tərəfində sən əyləşəcəksən. Digər adamları gördüm onun sağında, solunda, amma sən yox idin. Bundan sonra yenə də mi Zeynəb Xanlarovanın mahnılarını oxuyub deyəcəksən, dünyanın xoşbəxti mənəm dünyada. Sara Səfra Bahadurdan bu qədər.